İndi konferansın keçirildiyi Gülüstan Sarayına bağlanırıq. Elcan Məmmədov bizimlə birbaşa bağlantıdadır və ən son xəbərləri ondan eşidəcəyik. Elcan, buyur, söz sizdədir. Ən son xəbərlər nədir? Eşidirik. Salamlayıram sizi Səbinə xanım. Bəli, əməyin mühafizəsi, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri ilə bağlı geniş müzakirələr aparıldı bir qədər öncə. Çıxışlar oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsir mövzusunda keçirilən konferansda çıxışı zamanı bildirdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşdırılması və operativliyin o cümlədən şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Nazir xatırlatdı ki, Prezident İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq 2018 və 2025-ci illər ərzində ölkədə 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla 4 milyon nəfərə əhatə edib və nəticədə bu dövrdə minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiyası 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artıraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Ötən il istehsalatla baş verən 631 bədbəxt hadisənin təhqiqatda yekunlaşdırılıb və nazir həmçinin qeyd etdi ki, keçən il Dövlət Əmək Müfəttişliyi xidməti bu sahədə 23 mindən çox ərizə və şikayət araşdırıb, 19,5 minə yaxın sorğunu cavablandırıb. Həmin müddətdə baş verən 2052 sayda bədbəxt hadisə araşdırılıb və istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb. Daha sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Sahib Məmmədov da rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda keçirilən konferansda çıxışı zamanı vurğuladı ki, Azərbaycanın 2025 və 2028-ci illər üçün xüsusilə süni intellekt strategiyasının icrası Azərbaycanın regionda süni intellekt sahəsində liderlərdən birinə çevirməsinə imkan yaradacaq. Onun sözlərinə görə sözgedən strategiya Azərbaycanın süni intellekt sahəsinin inkişafını sürətləndirmək və ölkənin dünya süni intellekt ekosistemində əhəmiyyətli yer tutmasını təmin etmək üçün əsas sənədlərdən biridir. Sahib Məmmədov həmçinin qeyd etdi ki, ekspertlərin proqnozlarına əsasən yaxın illərdə süni intellekt əmək bazarında üstünlük təşkil edəcək. Təbii ki, texniki bacarıqları və müasir vərdişləri olmayan işçilər müəyyən çətinliklərlə qarşılaşa bilərlər bu situasiyada. Buna görə də biz dəyişikliklərə hazır olmalıyıq deyə deməli vurğuladı Sahib Məmmədov və hazırda ölkəmizdə bu çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görüldüyünü dedi. İşçi qüvvəsinin müasir çağırışlara uyğunlaşdırılması və inklüziv məşğulluğun təmin olunması istiqamətində də sistemli işlərin həyata keçirildiyini vurğuladı Sahib Məmmədov və bir daha xatırladım ki, sizə həmin bu konferansla bağlı da geniş reportajla növbəti buraxılışlarımızda sizə təqdim edəcəyik. Bizdən hələlik bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirəm ətraflı məlumat verdiyiniz üçün. Xatırladım ki, bizimlə birbaşa bağlantıda Real TV-nin xüsusi müxbiri Elcan Məmmədov idi. O, Gülüstan Sarayında keçirilən konferansla bağlı ən son məlumatları verirdi.